Xəstəxanalar bizi sağaltmır. Həkimlər və xəstəxanalar qəsdən toplaşıb xəstələri sağaltmamaq üçün gizli plan qururlar. Sübutu olmayan həkimlərin etik borcunu və fərdi vicdanını inkar edən və həddindən artıq dramatikləşdirilmiş konspiroloji iddia sayılır. Tibb işçilərinin əksəriyyəti təbii ki, xəstələri sağaltmaq üçün canla başla çalışırlar. Bu fikrin arxasında duran iqtisadi mexanizm isə səhiyyə iqtisadiyyatında tamamilə öz təsdiqini tapmış və öyrənilmiş bir reallıqdır. Biz bilirik ki, tibb biznesdir. Amma biznesin ən qaranlıq tərəfi nədir? Təbii ki, müştərini itirməmək. Əgər 5 ildən çoxdur eyni xroniki xəstəlikdən əziyyət çəkirsinizsə, siz müalicə olunmalı yox, ömür boyu idarə olunmalı bir müştəri gözündəsiniz. Səhiyyədə sizin tam sağalmağınız xəstəxananın gəlirini kəskin azaldır. Səhiyyə iqtisadiyyatının ən amansız konsepsiyası lifetime value modelinin, yəni ömürlük dəyər modelini xroniki xəstəliklər üzərində necə işlədiyini rəqəmlərlə sübut edək. Siz asıb kəsmədən mən deyim ki, bu sistem təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində təəssüf ki, belədir. Normal biznesdə şirkətlər bir müştərinin onlara ömür boyu gətirdiyi gəliri hesablayır. Xəstəxanalar üçün də xroniki xəstəliklər stabil və daimi bir gəlir mənbəyidir. Məsələn, bir diabet xəstəsi 20 il yaşayırsa, bu 7300 insulin iynəsi və saysız hesabsız xəstəxana ziyarəti deməkdir və bu da daimi olaraq xəstəxanaya gəlir gətirən bir sahədir. Məsələn, fərdi həkimin vicdanında yox, bir xəstəxananın maliyyələşmə sistemindədir. Bu maliyyə məntiqinin əsasını fee-for-service, yəni xidmətə görə ödəniş sistemi tutur. Biz əvvəlki videolarda da qeyd etdik ki, bu sistemdə həkimə müalicənin nəticəsinə görə yox, göstərdiyi xidmətə görə ödəniş olunur. Bu əslində sadə iqtisadi məntiqdir. Xəstəliyin kökünü kəsmək əvəzinə onun simptomlarını idarə etmək daha sərfəlidir. Tam sağalmağa yönəlik bahalı, amma birdəfəlik müdaxilələr tez-tez təxirə salınır. Bu da qeyd etdiyim kimi həkimləri lazımsız testlərə sövq edən sistemin nəticəsidir. Səhiyyə iqtisadiyyatının fundamental konsepsiyasında bu supplier induced demand adlanır, yəni təchizatçı tərəfindən yaranmış tələb. Belə bir sistem də öz növbəsində icbari tibbi sığortanı yükləyir və fondun pulu demək olar ki, xəstəliyin qarşısını almağa yox, onu daimi idarə etməyə xərclənir. Alternativ çıxış yolu isə beynəlxalq təcrübədə mövcuddur. Buna value based care deyirlər. Nəticəyə görə ödəniş. Bu sistemdə həkimə xəstənin tam sağaltdığına görə birdəfəlik böyük bir ödəniş olunur və əgər nəticə ürək açan olmasa, həmin xəstə tez bir zamanda geri dönsə, onun həkim bonusunu itirir. Bu model sistemi tam və səmərəli müalicəyə təşviq eləyir. Bu model haqqında növbəti videomda geniş danışacağam. Və sonda bu maliyyə qarmağından necə qorunmalısınız? Həkimə sual verməkdən çəkinməyin. Həkim sizə mürəkkəb, kompleks bir müalicə yazanda, çoxlu testlər eləyəndə sual verin ki, bu xəstəliyin nəticəsini necə dəyişəcək? Səhiyyə iqtisadiyyatı bu sistemdə məlumat